15 may Beynəlxalq Ailə Günü münasibətilə Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində Sumqayıt Muğam Mərkəzində Rənglərin Ahəngi adlı tədbir təşkil olunub. Tədbirdən öncə autizm və Down sindromlu uşaqlar həkim briqadası tərəfindən müayinə edilib. Rəsmi hissədə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, vətən uğrunda canından keçmiş şəhidlərin əsas xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ailə dəyərlərini əks etdirən video çarx nümayiş olunub. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında qeyd edib ki, Beynəlxalq Ailə Gününün qeyd olunması cəmiyyətin əsas təməli olan ailəyə verilən dəyərin göstəricisidir. O bildirib ki, belə tədbirlər cəmiyyətin diqqətini ailədə mövcud olan sosial və psixoloji problemlərə yönəldir, ailə institutunun nüfuzunun artırılmasına, gənc nəsildə məsuliyyət hissinin formalaşmasına kömək edir. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın sədri Hümbət Quliyev ailənin milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasında mühüm rol oynadığını qeyd edib. Sumqayıt şəhər Veteranlar Şurasının sədri Sovet Şükürov isə ailənin təkcə fərdi deyil, ictimai dəyər daşıyıcısı olduğunu vurğulayıb. O, uzunömürlü ailələrin cəmiyyətə örnək olduğunu bildirib və onların təcrübələrinin gənclərlə paylaşılmasının vacibliyini bildirib. Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov tədbir çərçivəsində keçirilən tibbi müayinələrin sosial məsuliyyət baxımından əhəmiyyətini qeyd edib. O bildirib ki, ailələrin sağlamlığı ümumi cəmiyyətin sağlamlığı deməkdir və bu istiqamətdə profilaktik tədbirlərin davamlı aparılması olduqca önəmlidir. Xüsusi Ümumi Təhsil Məktəbinin direktoru Arzu Allızadə çıxışında xüsusi qayğıya ehtiyac olan uşaqların ailələrinə göstərilən diqqət və dəstəyin cəmiyyətin inkişaf səviyyəsini göstərdiyini deyib. O, bu cür tədbirlərin həm maarifləndirici, həm də motivasiya edici xarakter daşıdığını vurğulayıb. Tədbir çərçivəsində uzunömürlü ailələrə 15 may Beynəlxalq Ailə Günü münasibətilə hədiyyələr verilib. Hədiyyələri Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının ictimai, siyasi və humanitar məsələlər üzrə müavini Ülviyə Müzəffərova təqdim edib. Eyni zamanda tədbirə verdiyi dəstəyə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova xatirə hədiyyəsi təqdim olunub. Sonda tədbir bədii hissə ilə davam etdirilib. Musiqi nömrələri və müxtəlif rəqs kompozisiyaları ilə müşayiət olunan Rənglərin Ahəngi adlı tədbir gənc və uzunömürlü ailələrin, fiziki və əqli qüsurlu uşaqların ailələrinin əhvalına xüsusi rəng qatıb. Tədbirin məqsədi ailə dəyərlərinin qorunması, onların gənc nəsil aşılanması, ailə institutunun gücləndirilməsi və ailə məsuliyyətinin cəmiyyətdə daha da dərinləşdirilməsinə xidmət etmək olub. Elvin Qüdrətov, Şəmstan Fikrətli, Brus İsmailov, Bu Gün İnformasiya proqramı üçün.